Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 36-cı ayə. Əuzu billah, bismillah. Fə elə isə əzəllə azdırdı. Humə o iki nəfəri. Əş-şeytanu şeytan ənhə orada. Fə elə isə əxracəhumə əxracə yəni çıxartdı. Humə o iki nəfəri. Mimmə o şeydən ki kənə oldular. Yəni olduqları şeydən. Belə deyək, mimmə kənə olduqları şeydən. Fihi orada, onun içində. Yəni şeytan o iki nəfəri azdırıb olduqları yerdən çıxartdı. Və qulnə və biz dedik ihbitu enin ba'dukum sizin bəziləriniz li ba'di bəzilərinizə, yəni bəziləriniz bəzilərinizə yaxud bir-birinizə aduvun, yəni necə ki ədavət deyirik, yəni ədavət, düşmən olaraq. Biz də dedik bir-birinizə düşmən olaraq enin. Və ləkum və sizin üçün, lə üçün kum siz və sizin üçün fil ardi yəni yer üzündə, fi dadə şəkilçisidir, yer üzündə mustaqarrun yəni sığınacaq vardır və mətəun dolanacaq vardır ilə tərəf hin yəni bir müddət ya da müəyyən bir vaxt, bir sürə bu formada olur. Yəni ümumi tərcümə isə desək belə olacaq. Beləcə şeytan o iki nəfəri büdrədib, nemətlər içində olduqları yerdən uzaqlaşdırdı. Biz də dedik, bir-birinizə düşmən kəsilərək buradan kənar olub yer üzünə enin. Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var. Yəni burada geniş formada izah olunur. Yəni ümumi başa düşmək üçün bəli bu gözəldir. Lakin biz söz və söz tərcümə etdiyimizə görə buradakı kimi desək daha rahat olar. Çünki hər sözün bir mənasını biz anlayırıq artıq. Yəni şeytan onları azdırıb olduqları yerdən çıxartdı və biz də dedik bir-birinizə düşmən olaraq enin. Yer üzündə də sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanacaq var. Əvvəlcə haqqında danışdığımız inni ca'ilun fil ardı xalifə ayəsindən məlum olur ki, yəni 30-cu ayədir. Burada məlum olur ki, Adəmin əleyhissalamın yaradılışında əsas məqsəd onun yer üzündə yaşayışı olmuşdur. Amma yer üzündə yaşayış üçün bəzi hazırlıqlar olmalı idi. Yəni ki, dediyimiz kimi Adəmin yaranışında əsas məqsəd onun yer üzündə yaşayışı olmuşdur və bunun üçün də hazırlıqlar olmalı idi. Və Adəm də bilməli idi, Adəm əleyhissalam bilməli idi ki, birinci mütləq o azad deyil, o həyatında əmr və qadağa vəzifəsi mövcuddur. İkinci budur ki, iblis onun düşmənidir və öz andları, yalan vədləri ilə onu aldadasıdır, yəni aldadacaqdır. Üçüncü, şeytana itaət süqut amilidir. Və dörd, tövbə səhvləri aradan qaldırmaq vasitəsidir. İmam Rıza əleyhissalam buyurmuşdur. Adəmin büdrəmə macərası o peyğəmbərlik məqamına çatmamış baş vermişdi. Bununla belə onun büdrəməsi, bağışlanmaması kiçik bir səhv idi. Şeytanın Adəm əleyhissalamı büdrətmək üçün istifadə etdiyi psixoloji və təbliğatı üsullar. Bunlar budur ki, yəni and içdi. Yəni Adəm və Həvva üçün and içdi ki, onlara yalnız yaxşılıq istəyir. Yəni məqsədlərinə çatmaq üçün saxta andlar.
İkinci budur ki, xeyirxahlıq libası. Yəni özünü səmimi məsləhətçi kimi göstərərək dedi: "Mən sizin xeyirxahınızam." Yəni sizin üçün xeyirxah iş görürəm. Yaxşı iş görmək üçün varam. Üçüncü budur ki, əbədilik vəd etdi. Yəni bildirdi ki, bu ağacdan yesələr həyatları və hakimiyyətləri əbədi olacaq. Yəni saxta vədlər. Və sonuncu isə yalan və böhtan. Haqqın zatına böhtan atdı. Yəni Allah sizin mələk olmağınızdan və əbədi yaşayacağınızdan qorxduğu üçün bu qadağanı qoyub. Və sonda bildirişlərimiz, birinci bildiriş odur ki, böyüklər üçün də şeytan təhlükəlidir. O, Adəm və Həvvanın sorağına gəldi. İkinci, şeytan bəşər nəslinin qədim düşmənidir. Çünki ilk yaranış günündən ata-anamızın görüşünə getdi. 3. İnsan öz-özlüyündə xətaya yol verən və şübhəyə düşəndir. 4. Hər bir insan öz istedad və ləyaqətlərinə görə behiştlikdir. Amma yol verdiyi azğınlıqlar onu süquta uğradır. 5-ci bildiriş. Allaha itaətsizliyin, iblisin vəsvəsələrinin acı aqibətlərindən ibrət götürün. Şeytanın nüfuzu altına düşmək, ilahi məqamlardan xaric olmaq və məhrumiyyətdir. Və axırıncı, 6-cı bildirişimiz budur ki, dünya həyatı müvəqqətidir. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.